Bunu yadda saxlayın əziz qardaşlarım və bacılarım ki, insan üçün ən mühüm imtihan, bir daha deyirəm, özündən üstün insanın fəzilətini qəbul eləməkdir. Vilayətin mənası budur. Bəşəriyyət bu imtihandan çıxa bilmir insanların çoxsu. Nə mane olur təkəbbür? İbadətlərin içində ən əsası hansı ibadətdir? Namazdır. Namaz dinin sütunudur, hədislərdə var. Namazın əsasını nə təşkil edir? Təkbir təşkil edir. Təkbir. Allahu Ekber. Namaz başdan ayağa Allah'ın əzəmətini önə çəkir. Rükusu ilə, səcdəsi ilə, bütün zikirlərinə baxın. Subhane Rabbiyel azim və bihamdi. Subhane Rabbiyel a'la və bihamdi. Hamısında Allah'ın əzəməti zuhur eləyir. Təkbirətül ehram. Hər dəqiqə başı deməlisən Allahu Ekber. Mehvər zikirdir. Əsas zikri namazın təkbirdir. Niyə görə? Niyə görə belədir? Çünki sən hətta bədənini də əyməklə bu lənətə gəlmiş təkəbbürü içindən çıxartmalısan.